Şimdi bilirsiniz de Elçin Tovuz'dadır. O Tovuz'da qəribə şeyler baş verir efendiler. Tovuz rayonunda ahaliye iller önce paylanmış pay torpakları kütləvi şekilde alınır. Bunu eleyen kim olar sizce? Rayonda bütün ahaliden, çünkü ahalinin o torpakları ne becermek, ne ekmek, ne oraya gidip de imkan yoktu. Ve adamlar değer değmezine torpakları satırlar. Ama nece olur bu? Milyonlarla oraya pul yatırılır. Deyirəm da 100 hektarlarla torpaklar alınır da bağ salırlar, bizim bağı sonra ne bileyim, ağaçlar əkəcəklər, soğan əkəcəklər, ne verəcəklər. Ama bu torpakları bir rayonda kütləvi şekilde alabilen kim olar sizce? Herhalde ben bilmirəm. Mənə gələn məlumat deyirlər ki, bunu başçı eləyir. İndi mən ona edab deyirəm, ama bütün hallarda kimse bunu eləyir. Ve burada çok büyük böyle makinasya var. Nedir makinasya? Gəlirlər, birinin bir pay torpağı var, birinin iki pay torpağı var. Gəlirlər, danışırlar, razılaşırlar, sənət yazırlar, ne bileyim, davetnisi yazırlar falan edirlər. Etibarname alırlar, pulun yarısını verirler. Ver baştan. Yarısını da bir aya, ne bileyim 3 güne, 5 güne, ha narahat olma. Gelip hesaplaşacağız. O geden gedirler adamlar. O geden gedirler. Ve evvel ay narahat olma, gece oldu, hastayım, sabah gelay bir gün, aylar geçir ve adamlar onsuz da o değer değmezle sattıkları torpağın bir kısmını pulunda alabilmirler. Ve bu o kadar büyük miqyasda baş verir ki, bir adam değil, iki adam değil, üç adam değil. Anlatabildim mi? O cümleden de bak hemen bu bizim dostumuz Elçin'in 2 tane pay torpağı var orada. Birinin pulunu verirler, birinde 8-9 aydı. Hatta ben onların ses yazısına kulak asmışam. Bu alan adamlar. Orada bir Seyir adlı bilmem kimdi o. Bir de bir kadın var. Bu iki kadınla bu Seyit güya torpaklar alan bulardı. Ya bu Seyit'le kadının o değil, evinde geceliği yok, çönüne de koca. Bunların özlerinin özür isteyen ifade, cındırından cin ülkü. Bunlar bir böyle pulu hardan alabilir. Demek bunlar kimlerinse o icraçılardı, iş icraçılardı. Öyle ve gelirler ve stabil değilim de adama pulun yarısını verirler, yarısını da bir haftaya senetler düzelsin, gelip alarsan o adamlar giderler, o gidiş gedirler. Ben buradan bir şey diyeceğim. Bayram Əliyev, sen ölkənin baş prokuroru, ölkənin Daxili İşlər Nazirliyi, ölkənin təhlükəsizlik xidməti, biraz dolarlıq deyil ama prokurorluq Daxili İşlər Nazirliyi. Bak buradan deyirəm. İster o torpaq məsələsi, ister bütün dünya müharibələr torpaq üstündə olur. Vəziyyət o kadar kritikdir yani. İster o torpaqla bağlı məsələlərdə, isterse bu gece saatlerinde bu evlere hücum edip bak böyle adamlardan ve günlerin bir gününü görürüz, son vaxtlar gene her gün məlumat verirler. Bir de gözlü şu Tovuz'da filan kes vuruldu, filan kes güllerle vurdular, filan kes öldürüldü. Ha. Onu gözlüyorsunuz. Şimdi bu adam, o Seyit adlanan adam kim olar? İlham Əliyev sence bilmiyorum da sen bölgən prezidentsen düzdür. Bu Seyit adlı adam yanında da bir kadın bilmiyorum kimdi o. Ben bunların sesine kulak asmışım. Çok böyle adına, ehtiramla, Elçin müəllim, narahat olma. Vallahi xəstəxanaya gedirəm, Bakıya gedirəm. 3 gündən sonra özüm sağ zəyin vuracağım. Bu 8-9 ay proses böyle gedir. İndi gözlüyorsunuz ki, ve bu təkcə Elçinlə bağlı deyil ha. Gözlüyorsunuz ya gece vakti cemaatin həyatına girəndə, zəlzələdən vəlbədə adam qorxudan da, oğru bilər çəkər vurar. Gece saat 3'də niyə işıq yoxlaması gəlir ki? Günüz vaxtı, gün ortasında gedin, yoxlayın. Eğer o xət varsa, kenar xət varsa onu da kesin. Cəriməsini de yazın, adam da geçsin, bankda cəriməsini ödesin. Necə olur ki, bu kadar evlerde yani kenar xət tapılır, sadece geceyle alışveriş olur, 800 manat cərim olmalıdır, 200 manat ver, devam elə. Elə də torpaqlar, cemaatin onsuz da son ümit yeri kimi o torpaqlar. Onlar da artık da o kalır torpaq neyini değer değmeze satır. Onu böyle çok görürler. Onu böyle çok görürler. Bilmirəm o orada Məhməddir, nədir onun adı o, Cirabas. İlham Əliyev bir telefonu götürümle danış. Bir soru üstüne bu torpaqlar alan kimdir? Senin rayonunda
torpaqlar alan kimdir? Yəni icra başçısı, o rayonun rəhbərliyi, polisi, prokuroru xəbər olmasa, o rayonda torpaq yox, heç bir putka da ala bilməz. 100 hektarlarla torpağı kim alır, kim satır? Alır mı? Vatandaşın heç olmasa, yəni halallıqla haqqını versinlər. Ya burada Bakıda da nə baş verir, yəni bir gəlirsən, o gün danışırdı. Yəni bu hamının bildiği şey. Bir mənzili 5 adama satırlar, bildiğin. Orada da tersini eləyirlər, adam torpağını alırlar, pulunu da vermir. Sənəd də var, narahat olma, etibarnaməni aldı, artıq sən onun səlahiyyət verirsən ki, sənin torpağını istifadə eləsin, düzdür? Adam gedir, itir, gəlmir. Pulun yarısını verir, yarısını vermir. Mən ölüm İlham Əliyev, bilsən, belə də bu Qarabağazı da çox gezir. Bir gün belə o Tovuza sür maşını. Buradan sən xoşluysan da, yol da yaxşıdır. Tovuzun özünə kimi belə yaxşı tras var. Ha belə. Bir sür maşını get bu, o Məmməd kişilə bir gözləmədiyi halda. Saat 3, 4, 5 arası bir gəl gir kabinete. Denəm Məmməd, gəl otur görüm. Ha kişi, bu torpaqları kim alır burada? Bir get də sən oraya. Gör nə deyəcəklərsə. Mən bilmirəm, indi ben buradan dedim. Yəqin ki oradan bu müvafiq orqanlara şikayət olacaq. Bilirsiniz bəla nədir? Bəla odur ki, adamlar deyirlər ki, bizim bunlara gücümüz çatandır. Qardaş, nə dərik, mən dövlətin verdiyi torpaq, sənin deməli, o nəsil bə nəsil, nəsilindən qalan bir torpaq gəlir də sağ. Dövlətin verdiyi torpaq. Adam, kimsə, bu seyit kim ola ki, gələ cəmaat alda da o qədər, 1 adam, 5 adam, 15 adam, 20 adam, buna da qarşımız seçim. Hamı da deyək ki, bu kimdirsə, buna bizim gücümüz çatmaz. Necə olur bu? Niyə çatmır gücləri? İndi mən demişəm, o vaxtı elçinin məhkəmələrinə gedirdim. Vallahi indi bir gün durar o rayona da gedərəm mən. Amma indi mən gedim orada, mən niyə gedim ki? Bu kadar rayonda başçı var, prokuror var, polis var. Ondan sonra bu belediyesi var, bunun filanı var. Biz bu kadar organlar, devlet kurumları neyle meşguldür ve onların gözleri karşısında bu kadar insanları deladuzluk yolundan necə aldırabilirler? Bir adam da bir kurum da dursun qabağa desin ki durun da bəsdirin da tərbiyeniz olsun da. Ona görə valla mənim xahişim belə. Bilmirəm, İlham Əliyev. Bir təcili Tovuza get. Demirəm bu Qarabağa getsən də bu gedəndə. Bir maşını hərrə çerez Tovuz get də bir dəfədən olacaq. Get gir orada o Məmməd için çağır bir ona söhbət elə. Elə yəni. Bilmirəm. Allah amanda qalın, gecəniz xeyri qalsın. Nə ağlım kəsdi onu dedim. Nəyə gücüm çatdı onu elədim. Bir sağlıq, bir də azadlıq olsa mütləq görüşəcəyik.